Bismillahirrahmanirrahim. İslam mənbələrində nəql olunan hədis və rəvayətlərə istinadən Zilhiccə ayında olunan müstəhəb əməllər, ibadətlər iki hissəyə bölünür. Birinci hissənin ibadətləri, əməlləri müştərəkdir. İkinci hissənin isə hər bir münasibətin, günün özünə məxsus sifariş və göstərişlərinə uyğun müstəhəb əməlləri vardır. Zilhiccə ayının ilk 10 günündə bəyənilən əməllərdən biri hər gün məğrib və işa namazları arasında qılınan iki rükət namazdır. Zilhiccə ayının 1-dən 9-una qədər hər gün tutulan orucdur. Zilhiccə ayının ilk 10 günündə Hz. İsa əleyhissalamdan nəql olunan İmam Baqir əleyhissalam bu rəvayəti nəql edir, oxunan 5 duadır. Ki, bu əməllər müstəhəb və fəzilətli əməllər demək, hər gün ardıcıllı olaraq yerinə yetirilir. İmam Sadiq əleyhissalam atası İmam Baqir əleyhissalamdan nəql edir ki, atam mənə buyurdu. Oğul, Zilhiccə ayının ilk 10 günlüyündə hər axşam məğrib və işa namazları arasında qılınan 2 rəkət namazı tərk etmə. Hər kim bu namazı qılsa, Məkkədə Allahın beytini, Kəbəni ziyarət edən hacıların savabı ilə şərikdir. Namazın qılınma qaydası çox rahat və sadədir. Hər rəkətdə Həmd surəsindən sonra bir Qul Huvəllah oxunur və Qul Huvəllah bitdikdən sonra Əraf surəsinin 142-ci ayəsi oxunur, ruki, 2 səcdələr və eyni halda ikinci rəkətdə təkrar olunur. Sual yarana bilər ki, mən Qur'andan bu ayəni əzbər bilmirəm. Eybi yox, Qurandan oxu, ya ayəni bir kağız üzərinə yaz, namazda qiyam halında oxu günən. Fatihə surəsi, Qul Huvəllah surəsini ki əzbər bilirsən və yazdığın bu ayəni oxu günən. Əraf 142. Sual oluna bilər ki, biz ərəbcə oxuya bilmirik. Bəli, ərəbcə oxuya bilməyən qardaşlar üçün, bacılar üçün də biz transkripsiyada demək, bu namazın qılınma qaydası və xüsusilə demək ki, Əraf surəsinin 142-ci ayəsinin tələffüsünü latın əlifbası ilə demək hazırlamışıq. Həm WhatsApp yolunda, WhatsApp təriqi ilə paylaşımlar olacaq, həm də Instagram səhifəmizdə bu namazın demək keyfiyyəti, qılınma qaydası yerləşdiriləcək. Oruc barəsində İmam Kazım əleyhissalam buyurur ki, hər kim Zilhiccə ayının 1-dən 9-una qədər hər gün oruç tutsa, Allah Taala bu oruç tutana bir ömür oruç tutanın savabını yazar. Əlbəttə ki, oruç tutmağın demək şəraiti bəllidir və bir neçə nöqtəni qeyd edək ki, hər kimin boynunda qəza orucu varsa, müstəhəb oruç tuta bilməz. Hər kimin şəraiti icazə verirsə, səfərdə deyil, sağlamdır, xəstə deyil, boynunda qəza orucu varsa, iradə eləsin, bu gözəl günlərin, xeyirli, bərəkətli günlərin savabını əldən verməsin, 9 gün qəza orucunu tutsun. Əgərləri hər kim bu orucu tuta bilməsə, hər səbəbdən, üzürlü səbəbdən və yaxud üzürsüz səbəbdən ən azından Zilhiccə ayının 9-cu günü, Ərəfə günü mütləq Ərəfə gününün orucunu tutun. Yenə də bu bağlıdır insanın olduğu şəraitə. Qoy bunu da qeyd edəm ki, biz öz növbəmizdə əgər şəriətin buyurduğu müstəhəb və fəzilətli əməlləri təbliğ edib, bacı və qardaşları
bu əməlləri yerinə yetirməyə dəvət ediriksə, bizim amac və məqsədimiz siz əzizləri vacib ibadətlərdən saxlamaq deyil və yaxud müstəhəb əməlləri təbliğ etməklə vacibatın üzərində üstünlük qərar vermək deyil. Vacib Allahın əmridir. Borcu olan borcun verməlidir. Qəza orucu olan qəza orucunu tutmalıdır. Qəza namazı olan qəza namazını qılmalıdır. Və qeyd olunduğu kimi daha doğrusu, müstəhəb orucu olan, əslən, boynunda qəza orucu olan müstəhəb oruç tuta bilməz. Bu heç. Boynunda ki, qəza orucu var. Sən bu qəza orucunu tut, o müstəhəb günlərin də savabın apar ginən. Həm borcunu əda elə, həm də üstündə bir dənə bonus qazan ginən. Amma şəriətimizin buyurduğu kimi, bir adamın boynunda qəza namazı var, müstəhəb namaz qıla bilər, bəli qıla bilər, icazəlidir. Amma biz demirik ki, sən boynunda olan qəza namazını tərk elə. Məsələn, misal olaraq, bu 10 gün ərzində məğrib və işa namazı arasında qılınan 2 rəkət müstəhəb namaz sənin hansı iş və vacib əməl və təsirin buraxar, səni vacib qəza namazını qılmaqdan saxlayar, heç bir iradə ilə ginən 10 gündür də 2 rəkətdə namaz üst-üstə eyni sübh namazı kimidir, sadəcə olaraq hər rəkətdə bir ayə artırılıb. Odur ki, bu baxımdan xahiş olunur, müstəhəb əməllərin icrasında yaxud ona müstəhəb əməllərə və ibadətlərə təbliğ olunanda, dəvət olunanda bizim demək fikrimizdə, zehnimizdə təsəvvür olunmasın ki, biz vacib əməllərə, qəza oruclarına, qəza namazlarına biganəyik və yaxud o əməllərə əhəmiyyət vermirik. Xeyr, belə deyil. Əksinə, müstəhəb əməllər olunan vacib əməllərin gözəlliyi, zinəti və onların savab və mükafatını artırır. Və üçüncü məsələ, demək ki, fikir eləyirəm ki, insanlar tərəfindən, cəmiyyətimiz tərəfindən yerinə yetirilə bilər. Bu da İmam Baqir əleyhissalamın nəql etdiyi Həzrəti İsa'nın 5 duasıdır. Biz həm namazı, həm bu orucu ki dedik, həm də bu 5 duanı demək yazılı şəkildə paylaşımların edəcəyik və hər kimin də bu mövzular haqda demək sualı olsa və qaranlıq bir nöqtələr olsa, WhatsApp-la sualları bizə ünvanlayın. Biz inşallah o suallara cavab verək. Odur ki, Allah təbarək Teala'dan təmənna edirik, and veririk Allahı, zamanımızın imamı Hüccət ibn Həsən Əcəlallahu Teala fərəcəh şərifin hörmətinə ki, həcc vacib ibadətdir və vacibatı Allahın hüccəti heç vaxt tərk eləməz ki, bu əyyamlarda İmam-ı Zaman bizim əqidəmizə görə hacdadır, hac səfərindədir. Allah İmam-ı Zamanın hac mərasimin, mənasik həccini qəbul eləsin və İmam-ı Zamanın bizim haqqımızda etdiyi duaları qəbul etsin. Biz də dua eləyək ki, Allah İmam-ı Zamanın da zuhurunu təcil elə və boynumuzda olanlar, haqq olanların da duasını yerinə yetirək inşallah və bir-birimizi dua eləyək, istiğfar eləyək və Allah Taala inşallah onlar ki, müvəffəqdirlər və onlara səadət nəsib olub, Allahın beyti, Kəbəyə hac qonaq, Allah qonağıdırlar, hacdılar. Allah onların ziyarətlərini qəbul eləsin. Onlara ki, qismət olmayıb, nəsib olmayıb, Allah Taala möminlərin də ürəyini neyniyir? Bu müstəhəb əməllərlə sevindirir ki, öz beytinin, Kəbəsinin ziyarətində olanlarla kənarda bir neçə ibadəti, müstəhəb əməlləri yerinə yetirməklə
hacların savabında şərik olsunlar. Allah qəbul eləsin, gələn günlərimiz xeyrə mübəddəl olsun.